Bəlkə də o yazıq nazirin heç nədən xəbəri yox. Amma onun adından istifadə edirlər ki, bu onun adamıdır, bu nə bilim kimin adamıdır, ay səsinizi çıxartmaq amanın günüdür. Olmaz, bunu eşitsinlər bu lazımlı qurumlar, boşu-boşuna adamlar gəlib onların adından istifadə edir. Buna bir əncam çəkilməlidir. Nərimanov rayonu Murtuza Nağıyev 2 küçəsi sakinləri Barometr TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, MTK tərəfindən tikilən bina onların yolunu kəsib və gediş-gəlişdə əsas da ana yola çıxmaqda problem yaradır. Vətəndaşların sözlərinə görə təhlükəsizlik baxımından da ərazidə heç bir tədbir görülməyib. İcra hakimiyyətinə şikayətə getmişdik. Oradan adam göndərdilər, gəldi bura nümayəndə göndərdilər, gəldi dedi ki, sizin də evləri söküb yerində 6 mərtəbəli bina tikəcəklər. Biz də onların fundament töhməyinə zadına mane olmadıq ki, işləyirlər da bizə də. İndi deyirlər sizin binalara bizə verməyiblər və o əlavə gəlib bizim artıq binanın demək bu yarıdan 7 mərtəbəli bina tikirlər. Bizim şikayətimiz odur ki, bax bu binalarda, bu Murtuz Nağıyev işini, sonra o Çernyavski'ne de onları, bax bu fasını tikib bizə versinlər. Biz də istəyirik ki, bizim binalarımız təzə binalarla əvəz olunsun. Özür ki, bu binalar 61-ci ildə tikilən binalardır. Tökülüb, dağılıb gedir hamısı. Deyirlər ki, icazəmiz var, biz bunları sökməliyik, qarajları söküb, yerində bina tikməliyik. Amma biz düşünürük ki, bu pilot layihə gedir burada. Pilot layihədə də binaların yerində tikməlidirlər. Qarajı söküb, cəmaatın məhəlləsinə girib, uşaqların oyun meydançasını zəbt eləməyə icazələri yoxdur. Amma onlar bunların heç birinə məhəl qoymadan girirlər, heç kimi saymadan məhləni zəbt edirlər. Hal-hazırda gördüyünüz kimi avtomobil saxlamağa yerimiz yoxdur. O tikiləndən sonra heç olmayacaq. Bunu eləyirlərsə, birincisi bizlə gəlib razılaşmalıdırlar. Nə mənada? Biz gələcəyimizi bilək də, bunu tikə-tikə gəlirlər, biz qalmışıq belə, bizlə məsləhətləşmirlər, bizlə razılaşmırlar. Gələcəkdə nə olacaq, bizim taleyimiz necə olacaq, heç bilmirik də. Prezidentin də Nazirlər Kabinetinin son çıxışında bu yeni tikililərlə bağlı demişdi ki, bu ara yolların, bu həyətləri zəbt eləməm də, belə məsələn, bunlar deyilir. Bunlar hamma kim verir sərəncam, özü ən önəmlisi odur ki, bu tikinti şirkət kimsə, baş nazirin adından istifadə edirlər. Gəlirlər orada, burada cəmaata hədə qorxu gəlirlər ki, bilirsiniz bu baş nazirin qohumudur, heç kim bunlara bir şey deyə bilməz. Nə istəsələr eləyə bilərlər. Bu da belə olmaz indi. Dövlət gedir hardasa bir nədir? Yola düşən, yol kənarındakı bina yenidən qurma işləri, nəysə də bir layihə görəndə gəlib sakinlərə təzminat ödəyir. Dövlət. Amma bu özəl şirkət gəlib bildiyini eləyir, heç kimlə də razılığı yoxdur. Vətəndaşların şikayət etdiyi tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Biz də üz tutduq Nərimanov rayon icra hakimiyyətinə. Oradan isə bildirdilər ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək lazımdır. Komitədən isə dedilər ki, həmin ərazidə tikinti şirkəti tərəfindən istifadədə olan sahənin zəbt edilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətə yerində baxış keçirilib, iddiaların əsassız olduğu müəyyən edilib. Həmin ünvanda tikinti şirkətinə ayrılan torpaq sahəsində yerləşən köhnə dəmir qarajların razılaşdırılmış şəkildə köçürülməsi işlərinə başlanılıb. Bu cavabdan sonra belə məlum olur ki, vətəndaşların problemlə bağlı məhkəməyə üst tutmaqdan başqa çarəsi qalmır.